İstəyirsən sən də Rəbbin səni kamala aparsın, kamala çatdırsın, yolu Əhl-i Beyt olan məhəbbətdən və məvəddətdən keçir. Rəbbimiz mərkəzə bir dənə ailə qoyur və deyir, eşqinizi o nöqtəyə yönəldin. Xilasınız, səadətiniz, hidayətiniz oradadır. Belə bir deyim var ha, gözəllik dünyanı xilas eləyəcək. Gözəllik budursa xilas eləyəcək. Allah Əhl-i Beytin məhəbbətin adını Quranda gözəllik qoyub. Həsənə. Bizdən yalnız Əhl-i Beyt sevməyi istənilmir. Demir, məvəddətəl qurba istəyirəm, deyir. Əl-məvəddətə fil qurba. Fi kəlməsi mövzunu tamamən deyişir. Bir var desəydi ki, məvəddətəl qurba, Əhl-i Beytimi sevün, təkcə bunu demir. Bəs nə deyir? Deyir, əl-məvəddətə fil qurba. Əl-məvəddətə fil qurbanı atsam mənası budur. Yəni, cəmiyyət, ey insanlar, ey iman əhli, sevgivüzün mərkəzində Əhl-i Beyti qərar verin. Eşqin məskunlaşdığı yer onlar olmalıdır. Yəni, məhəbbət bütövlüyü ilə onlarda cəm olmalıdır. Digər sevgilər də həmən məhəbbətdən nəşət tapmalıdır.